1989 Azadlıq meydanında ilk dəfə səsləndi. Qəribə bir zəng mənə, Yusif Səmədoğlu. Tofiq Kuliyev, Allah rəhmət eləsin, oturmuşdu o tərəfdə. Mənə belə elədi. Yəni çağırdı yanına. Mən belə baxdım, gördüm elə həmin havanın notudur. Dörd tərəfindən böyük antennalar, KGB-nindir, nə bilim nə idi, bilmirəm. Himdən nə lazımdırsa ona əlavə eləmişəm. Gördüm ki, him səsləndi, gözümdən yaş gəldi. Mən o vaxt heç bilmirdim bu himdir. 10 ilin deyə bilmərəm, çünki mən təməldən ki, həddi buluğa çatdım, bütün düşman radioların dinləyirdim. Pıx eləyirdilər, qoymurdular, mənəm nə edirdilər, amma həmişə dinləyirdim. Radio Svoboda, BBC, sonra Golus Amerika, Amerikan səsində hamısını hər axşam, belə hər gecə oturub dinləyirdim onları. Çünki mən elə məktəbdə o tarix müəllimdən bir dəfə, özüm də o vaxtı heç bilmirdim. Tarixdə bir şeyə mən fikir verdim. Tarix müəllimi deyir ki, Aleksandr Makedonski deyir, mən Rusça savad almışam. Aleksandr Makedonski deyir, gəldi şərqə, mənə nə oladı falan. Amma Çingizxan qan içən falan. Aleksandr Makedonski qan içən deyir demək ki. Mən də müəllimə qayıtdım ki, niyə Çingizxan haqqında siz qan içən deyirsiniz? Amma Aleksandr o betər olub baxır. Bütün dağıdıb oranın, bütün yaxşı şeylərin. Elə bilib ki, hərbi istehkamdır, heç demə suvarma sistemi idi. Ondan bu yana İraq çox pis vəziyyətdədir. Oranı elə dağdan olub. Ki, mənə qalır, sən nə deyirsən bu? Deyirəm, niyə Çingizxanı belə edirsin? Çingizxan çox böyük adamdır. Belə dedim. O, şu belə, nəysə, biraz mən tərs adam idim o barədə. Niyə? İkisini də qan içən deyim də o zaman. Bunu da deyim də. Mən heç nə demərəm. Neysə. O yüzden mən başqa radyo stansiyalara dinləyirdim. Günlərin bir günü Radio Svoboda bir dənə belə bir hava İonikada çaldılar. Diqqətimi çəkdi. Atam da Allah ölənlərimizə rəhmət eləsin. Mənim deyir, belə, o da bunu biz oxuyurduq ki, belə bir şeylə. Bu təxminən olub. Atam 75-də demək ki, rəhmətə gedib. İndi 75-də, hə. Amma bilirsiniz, ondan bir qədər, onu dəqiq deyə bilmərəm, amma bu yadımda qaldı mən. Biz oxuyurduq o vaxt. Amma mən dedim, mən nəğmədir də oxuyublar vaxtında. Onun belə 18-ci ildə 1904 təvəllüddür. Demək ki, 14-15 yaşında. Bu burada qaldı. Qaldı mənim yaddaşımda, amma yenə də Radio Svobodadan bəzən Mirzə Xəzər o şeyi verirdi. Necə deyim sənə, bir müşayiət şəklində. Üstündən tekst oxunurdu, nə bilim nə olurdu. Gəldi 1987. Ədəbiyyat və İncəsənət qəzetində Üzeyir Bəyin 2 marşı adlı bir şey çıxdı. Notu da üstündə. Mən belə baxdım, gördüm elə həmin havanın notudur. Orada yazmışlar ki, marşda, Azərbaycan marşı, bir də Azərbaycan. Bunu məndən daha gəncdir. Gənc deyəndə artıq gənclik də deyil, amma məndən yaşı çox kiçikdir. Sərdar Fəracov, indi Üzeyir Bəy Ev Muzeyinin müdiridir. O vaxtı o dərc eləmişdi, əl yazma şəklində. Mən diqqətimi çəkdim, mən də götürdüm, bunu köçürdüm özüm üçün. Və başladım bunu elə belə çalmağa özüm üçün. Nə himn söhbəti yoxdur falan. Bu vaxtda mənim əziz dostum, çox yaxın dostum Vaqif Səmədoğlu. Hər iki qardaşdır. Biraz Yusif daha şeydi, daha qıraq idi, amma Yusiflə çox sıcaq mənim
əlaqəm də olub. Amma Vaqif lap belə də gündə görüşürdük. Vaqif dedi, o sən nə edirsən? Dedim, da bu şeydir. Dedi, elə belə işləyirsən. Deyirəm, hə, elə belə çox belə xoşum gəlib. Onu da mən dinləmişdim. Heç bir şey demədi mənə. Sonra bu mitinglər başlandı falan, bu hərəkat başlandı. Hər gün mitingdə. Demək ki, günlərin bir günü qəribə bir zəng mənə. Yusif Səmədoğlu. Aydın, sən belə elə, sabah Yazıçılar İttifaqının yanında bir maşın olacaq. Belə bir dedektiv kimi danışır. Onda var idi axı belə məzəh. Mən də Vaqif də yanımdadır abi, telefon. Zəng vurub deyib ki, Aydına ver telefonu. Sən deyir maşından heç qorxma. Maşının anteni olacaq, nə bilim nə olacaq falan. Heç qorxma. Sən arxa qapını açarsan və girərsən maşının içinə. Sabah saat 11-də. Mən belə Vaqifə baxıram. Vaqif deyirəm, baş üstə Yusuf müəllim. Belə deyir. Telefonu qoyun. Deyirəm, Vaqif bu nə işdir? Hə deyir. Yusuf tanımırsan. Belə falan. Deyirəm, bəs nə olub? Deyir, əşi, sən deyib sənə get də, vəssalam. Bu qədər. Dedim, təbii gedəcəm ama belə falan. Nəysə, sabahleyin düz saat 11-də gəldim, gördüm, bəli. Bir dənə maşın durub orada. Bilmirəm nə marka idi, vallahi. 4 tərəfindən böyük antenalar, başım qəribə bir, belə nə bilim, KGB-nindir, nə bilim nə idi, bilmirəm. Bax, belə bir şeydir. Antenalar, zatlar, müsibət. Mən də biraz ehtiyatla arxa qapı, necə demişdi, açdım, gördüm Yusuf oturub belə arkada. Deyir, gəl, Aydın, gəl. Gəl, otur. Şoförə deyir ki, sən biraz gəziş özün üçün. Əlində də sözlər, bir də çap olunmuş, çap elə bir foto çəkilib. Çap olunmuş şey belə əməlli başlı, ya bilgisayardan çıxıb, bilmirəm oradan. Neysə, bir dənə tekst, bir dənə də musiqinin bütün notları zadı falan. Deyir, Aydın, bax, götür bunu. Eşitdim, sən nəsə orada işləyirsən. Özün üçün işləmə. Sən belə elə. Neçə günü bunu belə təmtəraqla, orkestr, xor falan fəsməkan eləyə bilərsin. Mən də dedim ki, siz neçə günə lazımdır sizə. Belə. O da dedi, 2 həftə. Dedim, gözüm üstə eləyərəm. Amma 2 həftəyə onu eləmə, onu elə. Mən də o vaxtı müdir idim. Həm studiyanın, bütün bədii kollektivlər. Onu elə, həm də bunu qoy simfonik orkestr çalsın, xorda oxusun. Bunun yazısını elə və gətir mənə. Bunu mən deyir, bu zapisi mitingdə səsləndirəcəm. Azərbaycan marşı kimi. 2 həftə keçdi, hazır elədim. Dün də orada xırdalıqları danışmıram. O da çox maraqlı tərəfləridir bu işin. Amma qısacası bunu Dzerzhinski adına klubda, hansı ki ən yaxşı akustika oradadır, orada yazdıq. Orkestr və xorla. Özdə mən də səs rejissoru idim, Adil Bəbirovda. Mən özümün əsər kimidir. Ona görə Adil Bəbirov zəng vurdum ki, sən gəl bunu yaz. Mən yazanda biraz subyektivni çıxarsan. Və gəldi. Vaqiflə bir yer. Mən də Vaqiflə bir yerdə gəldi. Nəysə yazdıq bunu. Bunu apardıq, verdik. Hazır maqnitofon, cürəbəcür yazılarla verdik Yusuf müəllimə. Və noyabr ayıydı. Noyabrın 17-si, yəni ki 1989 Azadlıq meydanında ilk dəfə səsləndi. Cəmaət hayla gün əvvəl danışdı, Vaqif danışdı. Yadıma gəlmindi. Deyəsə Vaqif danışdı belə mitingdəki təqdimatını falan. Orada bəzi Üzeyir bəyin
bu notlarda yox idi o. Və mən ora əlavə eləmişəm. Himnə nə lazımdırsa ona əlavə eləmişəm. Çünki himnin bir çoxları bilmir. Əvvəlində siqnal deyilən bir kiçik giriş hissəsi olur. Siqnal deyirlər ona. O siqnalda insanlar qalxar yuxarı, belə ayaq üstə, tonun tutar və o tonun tutandan sonra hamı bir yerdə nəysə başlayarlar oxumağa bunu. O olmayanda, o nətər, o vaxt olmur da, o saatda almaq çox çətindir. Ona görə himnin standartları var. Mən sizə deyim, hətta uluslararası standartdır bu. Himnin siqnalı olur, sonra himn mütləq gedir. Himnin cürəbəcür variantları olur. Simfonik orkestr üçün ayrıca oxumaqsız. Xorla simfonik orkestrin oxunuşu, simfonik orkestr solist bir nəfər, ayrıca xor, simfonik orkestrsiz, bunlar hamısı dəstə girir, yəni bir dəst. Ki, müxtəlif tədbirlərdə onu səsləndirmək üçün. Sonra mütləq nəfəsli orkestr üçün, hərbi nəfəsli orkestr üçün mütləq o biri variant lazımdır. Onun qısa variantı lazımdır ki, müxtəlif idman tədbirlərində, bayraq qaldıranda onu səsləndirməyə, ki, çox əgər uzundursa və yaxud cürəbəcür himnlər var. Neysə, bunların hamısını o vaxtı mən eləməmişdim, amma sonra ki biləndə, onu da necə bildim? Mən gəldim evə, o mitingdən sonra, çox belə falan, məni yaxınlarım, yaxın dostlarım qaçdı üstümə, ay nə eləmişsən sən mənəm, deyirəm nə eləmişim, belə. Nəysə, sonra gəldim evə, bütün radiostansiyalar, BBC, həmin mən dinlədiyim radiostansiyalar hamısı elan elədi ki, Bakıda Azərbaycan Cümhuriyyətinin, 18-ci ilin Cümhuriyyətinin himni səsləndi və onu ərsəyə gətirən, aranjman edən, yəni Üzeyir Hacıbeylinin və onu ərsəyə gətirən gənc istedadlı bəstəkar, nə bilim, Aydın Əzimov. Da bunu BBC dedi, Голос Amerika dedi, Svobodna Avropa dedi, Radio Svoboda dedi, nə bilim, nəsə falan. Rayonlardan zənglər gəldi. Vallahi. Belə falan, təbrik eləyirik, falan eləyirik. Haradan bildilər mənim telefonumu zətlər. Bax, belə uzun sözün qısası, bunun ilk tarixçəsi belə oldu. Bunun əvvəli. Qalanı uzun və amansız mücadilə başladı bu himn üçün. Mən niyə amansız deyirəm? Çünki, bilirsinizmi, cəmaatın psixologiyası var. Bunlar bir himnə öyrənəndən sonra yeni bir şeyə müqavimət göstərirlər. Bu normal bir şeydir əslində. Ancaq bunu bəhanə edərək Cümhuriyyətin, yəni gətirdiyi bir gözəl bir Üzeyir bəyin əsərini eləməkdədir. Vallahi billahi demək olar ki, musiqi ictimaiyyətinin 95% buna qarşı idi. Çox dəlil gətirirlər. Axır dövlət tərəfindən bir müsabiqə elan oldu. Müsabiqədə 4 bəstəkar iştirak edirdi. Tofiq Quliyev, o da eski himni, Azərbaycan SSR-nin himni, sözləri dəyişdirilmiş falan, onu gətirmişdi. Vasif Adgözəlov, o da Koroğlu'da bir ant xoru var, çox gözəl xordur və onu gətirmişdi. Musa Mirzəyev var, bəstəkar, o Üzeyir bəyin Ey Vətən adlı bir gözəl nəğməsi var, xor üçün onu eləmişdi. Bəndəniz isə bunu eləmişdi. Mən də gəldim bəstəkarlar ittifaqına, Tofiq Quliyev o vaxtı sədr idi. Gəldim, dedim ki, mən də iştirak edirəm. Səndə nə var ki? Deyirəm, bax, bu özümü elə apardım ki, onsuz da siz keçəcəksiniz. Bax belə, bu yoxdur, onlar belə. Nəysə,
Amma özüm çox hazırlanırdım. Konservatoriyada bütün mənim dostlarımı, o nəzəriyyəçiləri çağırdım. Bunlarla söhbət elədim, şey elədim ki, bunlar da bu bilirsiniz, himn nə deməkdir? Necə olur? Bəzən insanlar lap belə məsləyi var, amma məsləyinin bəzən belə olur. Elementar şeylərin təsəvvüratı var, amma bilimi yoxdur. Belə də olur. Məsəl üçün, bu saatda siz hər hansı bir musiqiçidən soruşarsınız, musiqi nədir? Cavab verməz sizə. Halbuki o cavab verməlidir. Musiqi nədir? Bu yoldan keçəndən soruşsan, diyor ki, öyle musiqidir daha şeydir. Bura bax, başımı ağrıtma get. O eybi yoxdur. Belə cavaba. Çünki musiqiçi deyil. Mən məsəl üçün avtomobilçi deyiləm. Misal üçün. Oturub bilirəm ki, pedala basırsan qazdır. Olsa da. Amma orada motor mühərriki neynir? Nədən o fırlanır? Nədən falan? O mənim işim deyil. Ancaq əgər profesional avtomobilçidir, o onu bilməlidir. Və bəzən himn nə olduğunu, necə ki musiqi nə olduğunu, elementar şeylərdir, musiqiçilər belə bilmir. Yeri gəlmişkən, mən ilk dəfə 6 yaşımda musiqi məktəbinə gedəndə, elə birinci dərsdə çox naivli sual vermişəm. 6 yaşındaydım o vaxt. Onu heç vaxt, indi həmişə ilk dəfə dərsə girəndə onu soruşuram. Musiqi nədir? Müəllimdən soruşmuşam, musiqi nədir? Müəllim mənə baxıb belə baxdı. Dedi, bilirsən nə var? Sənə nə ver, kaman açarın yaz. Bəsdir falan, çıxdı bayra. Cavab vermə, dedim, başladı, yaxşı. Bir 10-15 dəqiqə keçdi, müəllim dərsdə yoxdur, çıxıb qarasa. Belə bu sualdan sonra çıxıb arası. Dedim, qanım getdi yəni. Balaca uşağım deyirəm. Bir də gördüm, bir 20-30 dəqiqədən sonra qapı açıldı. Gördüm, anam gəlib, belə çağırırlar ki, bu, bilirsən bə. Dedim, ay da. Mənə çağırıblar direktor yəni. Direktor da deyib ki, sizin oğlun elə sual verdi ki, bizim müəllimimiz cavab verə bilmədi buna. Bu yaman, bu belə şuluqdur falan fesmək. Nəysə, bax, bu mənim sualımdır. Bax, nədir musiqi? Şimdi nədir himn? Bu suala hər bir vətəndaş cavab verməməlidir. O bilməlidir ki, bu himndir, bunu oxuyarlar. Bu dövlət rəmzidir və salam. Bu qədər bilib yetər. Amma profesional, peşəkar musiqiçi bilməlidir himn nədir, nə formada olur, necə olur ki, dəyər versin sonra. Məsələn, siz muğamatı dinləyirsiniz. Bəlkə də sevirsiniz. Amma ona dəyər vermək, buna savad lazımdır. Biraz muğamatı bilmək lazımdır. Biraz qəzəli bilmək lazımdır. Əgər bilməsəz, onda muğamat elə o xanəndə ağzına gələni oxuyar. O ağzına gələni oxuyunca muğamatı özü dağıdır. Amma o ki, şeylər var, seyircilər. Onlar elə bilirlər ki, o xanəndə məclis onu tutur. Orada səhv eləmək olmaz. Bizim bəzi Bakı kəndlərində olduğu kimi. Orada elə belə muğamat oxumazsan. Sənə səhvi tutarlar. Bax, elə lazımdır. Cəmiyyət elə gərək olmalıdır zənnimcə ki, dəyər vermək üçün gərək aşıq havalarını biləsən. Anlatabilirəm? Bu çox önəmli bir şeydir. Üzeyir bəyə dəyər vermək üçün, onun himninə dəyər vermək üçün o bir balaca gərək xəbəriniz olsun onun. Mən də ona görə mənim dostlarım peşəkar musiqi himn haqqında zaten planda ki, məsələn, sual versələr, agah olmaq lazımdır. Şimdi, bax, belə mücadilə başlayır. Bu mücadilədən bir çox dostlarım mənə yardım etdi. O cümlədən Kamil Şahverdiyev, özəlliklə onun adını çəkmək istəyirəm. Tahirə Kərimova, daha demirəm də Vaqif Səmədoğlu, Yusif Səmədoğlular. Amma bu müsabiqə elan etdilər və bunun ən müsbət cəhəti o idi ki, hər 4 bəstəkar Üzeyir bəyin əsərini götürüblər. Bu, zənnimcə ən müsbət cəhəti idi.
Demədilər ki, mən bunu eləyim. Üzeyir bəyin əsərini götürüblər. Bax, bu mənim çox xoşuma getdi. Şəxsən mənim. Və onun üçün o müsabiqədə iştirakım mən qürur duyuram. Çünki bu bəstəkarlar doğru davrandılar. Ki, Azərbaycan himnini gərək Üzeyir bəyin əsəri olsun. Və hansı əsər? Filarmoniyada geniş bir heyətdə bu hər 4 əsər səsləndi. Demək ki, mənim variantım 4-cü oldu. Sonunda səsləndi. Bunu səslənince bütün orkestr durdu, başladı əl çalmağa. Bax, bu da bir hardasa görüntü idimi, mənə bilməm, belə bir şey oldu. Heç onların əsərlərinə əl çalmadılar. Bax, məhz buna cəmaatdır da, orkestrin heyəti idi. Durdular əl çalmağa. Tofiq Kuliyev, Allah rəhmət eləsin, oturmuşdu o tərəfdə. Mən də bu yanda oturmuşam, mənə belə elədi. Yəni çağırdı yanına, mən də gəldim. Dedi, Aydın, pis deyir, yaxşıdır, belə. Dedim, belə də, yəni belə. Amma böyük, necə deyərlər, hələ mücadilə irəlidəydi. Nəysə, mücadilənin ən şeyi, demək ki, prezident aparatının nümayəndəsi, prezident köməkçisinin rəhbərliyinə böyük bir toplantı keçirdi. Və o toplantıda hər 4 müəllif çıxış eləməli idi. Əslində çıxış eləyən Tofiq Kuliyev oldu, Vasif Adıgözəlov oldu. Onlar öz əsərlərin analizini vermədilər. Onlar düşdülər bu əsərin üstünə. Ki, bu himn deyil ki, bu marşdır, yürüyüşdür bu. Üzeyir bəy özü yazıb bunun marş. Mən də o iclasın prezidentin nümayəndəsi mənə dedi, Aydın müəllim, siz çıxış elə. Deyirəm, mən hələ qulaq asıram. Ən axırda mən çıxış eləyəcəm. Nəysə belə, demək ki, oturublar Elmlər Akademiyasında. Bütün belə bəstəkarlar zaten hamısı oturublar. Axırda mən dedim ki, mən çıxış eləyəcəm. Birər bunlar bu sözləri dedim. İndi sizə söylədim ki, mən bəstəkarların bu müsabiqədə iştirakını alqışlayıram ki, hamısı Üzeyir bəyin əsərinin şeylər. Əvvəlcədən bunu dedim. Və bu çox gözəl bir hadisədir. Ancaq digər variantlardan, mən öz variantıma keçəcəm, amma o biri variantlardan başladım danışmağa. Əvvəl başladım Azərbaycan SSR himnindən. Dedim ki, bu Üzeyir bəyin çox gözəl bir əsəridir. Amma o hazır musiqidir və Süleyman Rüstəmin və Səməd Vurğunun sözlərini ora dürtüblər. Onu heç kim oxumur. Onun nə siqnalı var, orada biz necə başlayır? Ba, heç bilmirsən nə oxuyasan. Heç vaxt mən eşitməmişəm ki, onu oxusunlar. Bir də ki, o Azərbaycan SSR-nin himnidir. İstər istəməz insanlar sanki Azərbaycan SSR-də yaşayacaqlar, belə düşünəcəklər. Psixologiya belədir. Əsərə söz yox. Çox qiymətli Üzeyir bəyin əsəridir. Ancaq tarixdir bu. Tarix, hər şey dəyişir. Necə Bəxtiyar Vahabzadə deyən kimi hər şey fırlanır. Dünya fırlanır. Ona görə baxın. Bu birincinin o şeydir. Sonra Vasif Adıgözəlov Ant xorunu dedim. Dedim ki, Ant xoru çox gözəl əsərdir. Ancaq bilirsinizmi? İtaliyada xalq hərəkatı oldu. Avstriya Macar imperiyasına qarşı. Haribaldi hərəkatı. Haribaldi hərəkatının rəmzi Giuseppe Verdi'nin yazdığı Nabucco operasından Yolcuların xoru var. O Haribaldi hərəkatının rəmzi o xoru idi. Ancaq devlət qurulanda o ancaq Haribaldi hərəkatının
rəmzinə çevrildi. Himn başqası oldu. Məxsusi yazılan. Ona görə bizim tamaşaçılar operaya gedəndə o ant xoru gələndə hamısı ayağa durmalıdır. Yəni tamaşada. Ya tamaşanı sən götürəcəksən aradan ki, bu mümkün deyil. Bu Üzeyir bəyin ən gözəl əsəridir. Ya da ki, əsərin falan, yəni bir ant xoru səslənir, hamısı durdu ayağa, bizim himndir. Bu da doğru deyil. Qaldı ki, çox gözəl, ən gözəllər gözəli, onun mahnısı Ey Vətən, ən yarayanı himn üçün həmin əsərdir deyirəm. Amma yenə də o mahnıdır, himn deyil, formaca. Başladım. Yunanistan falan, o blok getdi məndə. Anlattım birər-birər onun formasından, falandan, fesmekandan. Yəni onlara nağıl danışdım. Məni hamısı dinləyirdilər, nağıl. O günləri elə konferansda o nağılı danışdım mən. Biri varmış, biri yoxmuş. Bir də Himnos adında bir çoban varmış, baxın. Bir Frigiyada, hansı ki Anadolu'da yerləşir. Onu da dedim. Frigiyada Himnos ismində bir çoban varmış. Bu çoban bir Nakia adlı pəri evladı olan bir qıza aşık olur. Elə şiddətli aşık olur ki, amma bu qız heç ona üz vermir. Nə olursa olsun imtina eləyir. Axır bu sirri ki, o Himnos özündə saxlayır, faş eləyir aləmə ki, mən bu Nakia'ya aşık olmuşum. Bundan qəzəblənən bu qız, pəri evladı, bir ox atır və bu Himnosu öldürər oxla. Oxla vurar. Himnos dünyasını dəyişər. Hamı bu hadisədən kədərlənir. Ahlar oxunur. Nə bilim nələr oxunur və axırda Himnos haqqında ilahi kimi bir mahnı meydana gəlir ki, o ənənəvi olaraq Himnos adını verirlər ona. Demək ki, Himnos bir ilahidir. İlahinin də mahnıdan fərqliyi nədir? Mahnı nağarat olur, bənd və nağarat. Ancaq Himnosda o olmur. Himnos tekst, poetik tekstlə əvvəldən axıracan oxunur. Orada bənd və nakarat, artırma falan olmaz. Ancaq o tekstlə oxunar. Şimdi baxın deyirəm, bu Üzeyir bəyin əsərinə baxın. Qədim Yunan formasını nə qədər gözəl bilmirəm. O bilirdi bu haqda, ya içgüdü ilə onu eləmişdi, onu mən bilməm. Amma çox uyğundur Himnos formasına. Həm də dedim ki, bizim himnimiz Azərbaycan dəstgahına bənzəyir. Onun rəmzidir. Əvvəl başlayır, sonra get-gedə zilə tərəf gedir, zildə də bitir. Bu bizim dəstgahlarımızın formasıdır. Yəqin ki, elə Üzeyir bəy bunu düşünərək belə bir gözəl bir əsəri yazıb. Mən bunu deyəndə oradan bəstəkarın adını deməyəcəm. Birisi durdu, dedi ki, sən burada deyirsən bunları, amma deyir bu marşdır ki falan. Dedim, zəhmət olmasa o əsəri verin. Başladı bu himn. Dedim, xahiş edirəm hamının qabağında yürü. Görüm necə yürüyəcəksən. Hirsləndi, durdu, çırpdı qapını, getdi. Bax, belə bir hadisələr. Bunun belə canlı şahidi Kamil Şahverdi. Bir dərs qalıb. Çünki Vaqif də oradaydı. Nəysə, hamı bunun əleyhinə idi. Bir tək mən düşünürəm, mənim əziz müəllimim Qara Qarayev olsaydı, o da mənim tərəfimdə olardı. Ancaq onun yaxın dostu Cövdət Hacıyev, mən oxuyanda o rektor idi konservatoriyada. O yeganə adam oldu ki, mənə tərəfini saxladı.
Yeganə bəstəkar. Nəysə mən çıxış elədim. Prezident aparatından birisi, toplantının moderatoru. Qalxdı ayağa. Aydın bəy. Aydın bəydir belə. İlk dəfədir mən deyir, anladım himn nədir. Bu vaxta qədər hərə bir söz deyir, hərə bir söz. Valla nəsə belə, mən hesab eləyirəm ki, bu himn keçməlidir və filan eləməlidir və xahiş eləyirəm, bu qəti bunu şeylədi, xahiş eləyirəm komissiya yaransın və bu himn haqqında. Komissiyanın musiqi və sözünü, komissiyanın sədrini mən təyin eləyirəm Aydın Əzimov olsun. İndi Aydın Əzimov, indiki burada bəstəkarlar var, şairlər var, filan da var. Xahiş edirəm siz deyəsiniz kim? Dedim mən şairlərlə işim yoxdur, onun Vaqif Səmədoğlu bilər. Ancaq bəstəkarlardan istəyirəm kim olsun. 3 nəfər olmalıdır. Birinci Tofiq Quliyev. Onu şeylə. İkinci də Cövdət Hacıyev. Vaqif də dedi ki, şey olsun, Nəriman Həsənzadə, bir də Bayatlı Vaqif. Bax, bu cür belə bir hadisədən sonra mən başladım axırı bütün da internetə girdim. O vaxtı da çox çətin idi internet, ümumiyyətlə bilgisayar o vaxtı elə şəkildə yox idi ki, indi elə ağacı vurursan bilgisayara dəyir, necə deyərlər. Bütün bəlgələri himn haqqında mən demək olar ki 80'ə yaxın himn dinlədim. Biri də bunun yanında bir şeydir, valla. Açıq deyim. Bir əsər olaraq yaxşı himnlər var, çox. Amma bunun qədər belə bir qəribə bir əsərdir. Və tasarı özüm üçün yazdım, bu qanun layihəsi deyilən. Düzdür, mən bilmirəm, təbii ki, mən qanun vericiliyi deputat da dördüm, amma yazdım bunları hamısını. Hamısını partituru şeylədim, verdim prezident aparatına. Qoy indi şeyləsinlər. Nəysə, zaman keçdi, bir çox xırdalıqlar var idi indi. Yəni, xırdalıqlar deyəndə hadisələr var idi. Tekst üzərində. Bunun kim olduğunu, kim yazdığını, əgər doğrusunu söyləsəz, mən özüm, mənə önəmli deyildi. Mən görürdüm, nəyi görürdüm? Söz musiqi ilə həmahəngdir. Elə bil bir-birindən çıxır. Bu şəkildə. Onun üçün mən elə, kim də Əhməd Cavaddır? Mən elə, Əhməd Cavad. Mən orada, bu ona bənzər, mən ədəbiyyat şünas deyirəm, stilist deyiləm bu konuda. Bunun yəni biliciləri var, onların işidir əslində. Amma getdikcə bu şübhələr, necə deyərlər, kim yazır? Önəmli olan odur ki, bunu Üzeyir bəy yazır. Və mənim fikrim, əgər soruşsalar bugün mən və yarın da soruşsalar, mən deyərəm ki, söz işində bu əsərin Üzeyir bəyin də böyük katkısı olub. Bunu deyə bilərəm. Yəni, bu ayrıca bir adamın işi deyil. Çünki bu bəstəkarla, bu çox himn həssas konudur və ona görə bu bəstəkarla gərək mütləq həmahəng olaraq çalışma olsun. Kim olursa olsun. Amma bilirəm ki, Üzeyir bəyin bunun hətta bir bəstəkar olaraq böyük təcrübəsi var. Çünki bilirsiniz, Arşın Malalan, o olmasın, bu olsun. Lap elə Leyli Məcnun operası olsun. Bu əsərlərdə onun nə qədər, Koroğlu operasında nə qədər tekst var. O, Üzeyir bəyin iştirakı ilə olub hamısı. Üzeyir bəy dərsə gətirib. Ona görə onun təcrübəsi vardı. Musiqi ilə sözün həmahəngliyi, yəni bir-birinə uymağı. Bax, bu çox önəmli məsələdir. Bunu mən dəqiq bilirəm. Ancaq kimin olduğu,
müxtəlif sözlər deyə mən o tərəfi mənim işim deyil deyəndə mən onu bilirəm ki, Üzeyir bəy bunda da iştirak eləyib. Mütləqa iştirak eləyib. Bax, bunun mənim pozisyonum elədir. Və ən gözəli o idi ki, mən günlərin bir günü mənə o həmin prezident aparatından məni yanına çağırdı. Mənə dedi ki, artıq biz parlamentə vermişik, parlament təsdiq eləyib. Bilirsiniz nə qədər, nələr oldu orada təsdiqdə. Daha onlar özləri danışsın. Ancaq mənə gələn o idi ki, mən gecə yatmadım, səhər tezdəndən bu radio açılanda görüm bu himn səslənəcək yoxsa yox. Çünki radio səhər açılanda mütləq bilirsiniz ki, gördüm ki, himn səsləndi, gözümdən yaş gəldi. Ki, bu qədər mücadilə elədik. Bu qədər şey axırı gözəl oldu. Və ondan sonra məni çağırdı və dedi ki, bax, böyük iş gördünüz. Sizə nə lazımdır? Mən belə. Dedim ki, mənə heç nə lazımdır. Mən öz vətəndaş borcumu yerinə yetirmişim.